Salam əziz dostlar, təkəbbürün növbəti müalicəsindən biri də insanın səhvini boynuna almasıdır. Təkəbbürlü insanlar deyirlər ki, mən heç vaxt səhv eləmirəm, nə eləmişəm, düz eləmişəm, bundan sonra da belə eləyəcəm. Amma o təkəbbürü uzaqlaşdırmaq istəyən insanlar isə səhvlərini boyunlarına almalıdırlar və eyni zamanda üzr istəməyi bacarmalıdırlar. Bu məsələ doğrudan da təkəbbürün müalicəsi üçün çox mükəmməl bir metoddur. Əsl dərmandır. Əsl dərmandır. İnsan səhvini boynuna alsın, etiraf eləsin, bəli mən səhv etmişəm və yaxud səhv eləmişəm, səhv deyirəm, düzəldərəm, üzr istəyirəm, bağışlayın. Yəni bu ifadələr insanın təkəbbürünü əridir və insanın mahiyyətini üzə çıxardır və insanın təmiz insan olduğunu, eyni zamanda özünü islah etmək istiqamətində inkişaf etmiş bir səviyyədə özünü görmək üçün yaxşı fürsətdir. Sağ olun.